Allah belə bir dünya tənzimləyib, belə bir ruh yaradıb ki, bu ruhun ləzzəti onun rəhmətindən də ancaq və qalan hər şeydə ona bağlayırsan, onda yenə də deyirəm, məsələn, iftarda niyə, keçən il bunu çox demişəm, iftarda fikrimizi otururuq, məsələn, çörək həmin çörəkdir, yemək həmin yeməkdən şirin gəlir. Ne üçün? Çünki mənəviyyatın sayəsində çörəkdir. Bu gün ki, belə keçib, onda görsən ki, ünsiyyətdir, iftar süfrəsi bir cənnət bağından bir bağdır. Söhbət o çörəkdə, onsuz da onu yirik də hər gün. Nə oldu? Mənim sözüm budur. Nəinki deyirəm, yox, biz çörəkdən, zatdan, heç nədən ləzzət almayaq, zikirdən. Zikirdən ləzzət alıb, zikiri bağla bu şeylərin hamısını zikrə, onda bunların da ləzzətli qat-qat artıq olsun. Belə bir həyat təklif edir Yaradanımız, Allah bizə. İmam Səccad Aleyhisselam nə deyir? Deyir, əstəğfirukə. Günahdan tövbə eləyərlər də. Amma belə deyir, əstəğfirukə min kulli ləzzətin bi qeyri ləzzəti zikrik. Deyir, ilahi, sənə tövbə eləyirəm, pənah aparıram. Sənin zikrinin ləzzətindən başqa hər bir ləzzətdən tövbə eləyirəm. Bilir də ki, zərbəsi dəyəcək. Səni yad eləməyin ləzzətindən başqa bütün ləzzətlərdən tövbə eləyirəm. Bunun tövbəsinin dərəcəsinə bax. Mən səni yad eləyim, çörək yiyəndə, tikədə də yad eləyim, paltar geyinəndə də yad eləyim. Dostla danışanda da, dağda da, daşda da, Allaha and olsun, paltarın da ləzzəti başqa olur. Mən görmüşəm, övliyaların, övliya saydığı mən az adamların, məsələn, əba geyinməyi, saç daramağı, görürsən ki, bu keyf eləyir burada. Sən saç daramaqdan o qədər ləzzət almırsan, vallahi. Sən paltar geyinməkdən o qədər ləzzət almırsan. Sən paltarı ne üçün geyinsən? O brend dükanından gedim, alım, baxanlar desin ki, 5 dənə adamdan mən də geri qalmadım. Bunun ləzzəti var. Bu həyatın ləzzəti var, bir nəfər gəlsin mənə desin. Bu həyatın acılığı var. Hey nigaransan, hey gözün onda, bunda. Axı ömür keçir, nə qədər sən bu yarışlarda ömrü keçirdəcəksən. İlk zərbə özvə dəyir. Axı sən doyunca bir nəfəs al, keyf elə. Sən nə qədər başı belə şeylərə qatacaqsan. O getdi, mən qaldım, mən. Bu nə vaxta qədər? Bunun yəni ən əsas zərbəsi sənin özvə gəlir dəyir. Özvə toxunur. Mən sözün müqəddiməsini deyəm, hələ. Bayısın havuza. Yaxşı ki, saatı da böyüdüb qoyublar ora. Baxıram. Deyib yoxdur, çalışaram ki, xülasə danışım. Mehriban Allahla münasibətin yaranması üçün nə etmək lazımdır? Nə iş görmək lazımdır? Buna xüsusi diqqət istəyirəm sizdən. Məncə çox vacib bir mexanizmdir bu. Vacib bir mexanizmdir. Ümumiyyətlə, mən bir şey hiss edirəm ki, neçə ildir ki, insanlar bura, qoy bunu elə belə deyirəm, birdən ağlıma gəldi deyirəm, bu yaxd dediyim sözə qüvvət olaraq, insanlar bura Ramazan ayındakı söhbətlərə, Məhərrəm söhbətlərinə savab dalıca gəlmir. Mən hiss eləmişəm ki, yavaş-yavaş bu məclislərin ləzzətini dadmağa başlamışıq. Yəni, mən indi insafla danışaqda, kim evindən durub bura gəlib ki, gedim meçiddə savab da oturmaq? Mən inanmıram, savab bizi otuzdura bilməzdi burada. Bu nisiyədə axı. Nəsə verəcəklər. Cəmaat yorulub bu nisiyə vədlərdən. Nağd istəyir. Nağd istəyir və necə ki, dünyapərəstlər nağd istəyir, gedir. Dində nağdı da verir, başa düşürsünüz. Din demir, nisiyədir, deyir, nağd və nisiyə. Nəqd yoxdursa, nisiyə sual altındadır. Nəqd yoxdursa, nisiyə sual altındadır. Heyf yadımda deyil, yaxında Seyyid Əzmin bir qəzəlini oxumuşdum bu barədə, əzbərimdə qalmayıb. Birbaşa bu mövzu ilə bağlıdır. Kosərlə bağlı, şərabla bağlı deyir. Heyf ki, xatırlamıram. Məndə ümid yaranıb ki, biz məsələn neçə əvvəllər belə deyildi. Son illərdə insanlar gəlir burada bir saat məsələn otururuq. Söhbət mənim danışmağımdan getmir, məni qoyun qırağa. Məni qoyun bir dəfəmlik qırağa. Söhbət məndən, səndən getmir. Allahın bir rəhməti yağır ki, insanlar gəlir bir saat ərzində keyf eləyir, gedir. Bu mənə ümid verir ki, böyük hadisələr baş verir. Bu çox mühüm məsələdir. Bu çox mühüm məsələdir.
gəlsə, din bu yerə çatsa ki, cəmaatın keyf mənbəyi, ləzzət, əyləncə mənbəyi din olsa vəssalam, şeytan tərk silah oldu. Şeytanın dövrü bitdi. Çünki şeytan bununla aparmırdı. Vəssalamda da cəmaat dində gördü sonu, ləzzəti, onda şeytan tərk silah oldu. Çox mühüm hadisə baş verir. Çox şükür Allaha ki, biz bu dövrə gəlib çatmışıq ki, din, dini söhbət, dini məclis ləzzət mənbəyinə çevrilib. Heç kəs burada savab üçün bir saatda oturmuyor, inanın. Savab üçün oturmaq ayıb deyil, savab hamısının ahirət niyyəti var. Amma nəqd hiss olunanda ahirətə şövq daha da çox olur, söhbət ondan gedir. Məsələ bundan. Yoxsa ki, biz ahirətli qoyaq qırağa deyil, ancaq dünya, bunu demirəm mən. Buradakı ləzzət alırsan, deyirsən, görün oradakı. İndi bu məclisin ahirətdəki ləzzəti nədir? Onda adam, amma burada heç nə almayan deyirsən, inşallah belə olar, yorulursan, elə hey deyirlər ki, nəsə olacaq orada, nisyə. Mexanizmi nədir? Buna xüsusi diqqət eləməyinizi istəyirəm. İstəyirsiniz, mehriban Allahla ünsiyyətə girəsiniz. Allahın mehribanlığını hiss eləyəsiniz. Bunu istəyirsinizsə, bir iş görməlisiniz. Bu iş birbaşa insanın mənəvi quruluşu ilə əlaqəlidir. Uşaqlar ata-anaya necə bağlanır? Necə bağlanır? Bütün vücudu ilə ata-anasına bir yaş var ki, uşaq bütün vücudu ilə valideyninə bağlıdır, körpə yaşları. Niyə? Çünki böyük görür onu. Böyük görür. Allahın mehribanlığını görmək üçün, hiss eləmək üçün Allahın əzəmətini, böyüklüyünü hiss eləməlisən və görməlisən. Diqqət, xahiş edirəm, diqqət edin. Heç bir yenə fikriniz yayınmasın. Bunu yadda saxlayın. Allahın əzəmətini, izzətini, böyüklüyünü görəsən ki, sevgisini, mehribanlığını başa düşəsən. Kiçiltməyəsən Allahı sevdirmək üçün. Aman da bu işi görməyin. Kiçiltməyəsən. Allahı gətirək, balacalaşdıraq ki, cəmaata sevdirə bilək, bu səhv şeydir. Kiçik Allahın sevgisinin də ləzzəti yoxdur. Kiçik Allahın mərhəmətinin də ləzzəti yoxdur. Kiçiləndən sonra. Allahın böyüklüyünü, əzəmətini qəlbə otuzdur, qəlbi onunla sirab elə, onun əzəmətinin dərki ilə sən məhəbbətini başa düşə bilərsən. Sən səcdə elə onun qarşısında, rükû elə, təzim elə, qoy ruhuva hopsun onun böyüklüyü, bütün vücudu bürüsün. Namazda ədəblə deyən, ədəbdən başqa rəhmət hiss eləmək yolunu. İmamlarımızın o qədər xoşu gəlməyib, biri saqqalın qarşıya namaz qılanda. Bilirsiniz, niyə? Namazın bütün təsirini məhv eləyir o. Namaz sənin ruhu, əzəmətin oturması üçündür. Sənin kiçikliyi və onun böyüklüyünü hiss eləmək üçündür. Bunun mehribanlığına nə əlaqəsi var? Bilirsən, biri çox böyükdür, çox enirsə onda mehribancılıq hiss olunur, elə deyil. O çox böyükdür, sənə görə enib gəlib səndən oturub söhbət eləyir, sənə nəvaziş eləyir. Bir böyük enəndə mehribancılığı daha çox hiss olunur, elədir? Böyüyün elə səndən danışması mehribancılıqdır, hələ nə danışmasından asılı olmayaraq. Sənə diqqət eləməsi mərhəmətini hiss elətdirir sənə. Yoxsa Allah kiçik oldusa, nəuzubillah, onun mehribancılığının, məhəbbətinin də ləzzəti yoxdur, heç. Keyfi yoxdur. Bu qüdrəti görmək üçün Quran oxuyun. Əzəməti Quranda təcəlli olunur. Allah böyüklüyünü Quranda qabardır. Təkəbbür pis sifətdə, Allah üçün yox. Təkəbbür böyülənmək deməkdir. Allahu Əkbər. Təkəbbür Allahın zatı sifətidir. Yəni xüsusiyyətidir. Təkəbbür Allaha yaraşır. Böyüklük. Sən onun böyüklüyünü dərk etdikdən sonra o sənlə nədən danışsa artıq mehribancılıqdır. Heç Quranında bir dənə də Bismillahirrahmanirrahim deməsə, fakt o böyüklükdə Allah, sən kiçiklikdə bir varlıqla oturub danışır, kifayətdir bu. İmkan ver Allah böyük olsun ki, böyüklüyündə məhəbbətini hiss eləyəsən.